İkinci mövzumuzla davam edək. İkinci mövzumuz çoxhədlilər və onlar üzərində əməllərdir. Birinci sualı, demək bizə deyir ki, çoxhədlinin sərbəst həddini tapın. Çoxhədlinin sərbəst həddini tapmaq üçün sərbəst hədd odur ki, ümumiyyətlə onun yanında dəyişən yoxdur. 5-ə baxacam, bir də 1-ə baxacam. Yəni digərlərini nəzərə almırıq. 5-in kubu arada vur işarəsi olduğuna görə vur. 1-in üstündə, yəni 5-i kuba yüksəldirik, bir də 1-i 70-ə yüksəldirik. Bu da olur 125 vurulsun 1. 1-in üstünə nə qüvvət yazsaq, elə 1 eləyir. Çünki 1-i neçə dəfə özünə vursam, elə 1 edər. Cavabımız olur 125. Qayda kitablarında belə də deyirlər ki, sərbəst hədd tapmaq üçün dəyişənlərə 0 veririk. Yəni siz burada x-a 0 verib də hesablaya bilərsiniz. Yəni eyni nəticəyə gəlir. X-a 0 verdi, 0, 0, yenə də əmsallarla, yəni sərbəst həddlərlə işləməli olursunuz. Gəlir ikinci misala. Yenə sərbəst həddini soruşur. Sərbəst 11-im var, bir də 1-im var. 11-i kvadrata yüksəldirik, 1-i 60-a. 11-in kvadratı vur 1 üstə 60. Bərabərdir 121 vur 1. Cavabımız oldu 121. Üçüncü sual. Çoxhədlinin dərəcəsini tapın. Dərəcə tapanda isə uşaqlar, biz artıq dəyişənlərin üzərinə baxmalıyıq və çoxhədlinin dərəcəsi yadınızda qalsın, adına uyğun dərəcəsi çox olanı götürürük. Gəlin birinci bu mötərizənin içinə baxırıq. Burada dərəcəsi çox olan 27-dir. 27-ni vururuq 4-ə. Yəni yazırıq x üstü 27-ni 4-ə vursaq eləyər. Yaxşı, hələlik yazaq 27 vur 4. Sonra arada vurma işarəsi gəlir. Vur. İndi burada bu mötərizədə x bir dənə olduğuna görə sadəcə bununla işləyirik. X-in üstündə 1, üstündə burada kub var. Kuba yüksəldirik. Olur x-in kubu. Vur və üçüncü mötərizədə x-in kvadratı var. Üstündə də yenə burada kvadrat var. Bunu yazırıq. Oldu belə bir nəticə. Deməli x üstü 108 vur x-in kubu vur x üstü 4. Buranda da üstlər toplandığına görə x üstündə olacaq 115. Demək, dərəcəmiz olacaq 115. Dördüncü sual. A parametrin hansı qiymətində çoxhədlinin standart şəkildə yazılışında x kvadratın əmsalı 0 olar? Standart şəkil o deməkdir ki, yəni vururuq, açılır və onu qruplaşdırırıq. Oxşar hədləri qruplaşdırandan sonra orada x kvadratın əmsalıdır ki, nə olsa onu biz 0-a bərabərləşdirməliyik. Bunun üçün bir-bir vurub açmağa ehtiyac yoxdur. Şifahi şəkildə vurub açılır. Nə vaxt ki x kvadratı alınır, bizə ancaq onları yazmaq lazımdır. Birinci başlayaq. X kvadratını vurub açanda necə açırıq ona baxaq. X kvadratını x-a vursaq, olacaq x-in kubu bizə lazım deyil. X-in kvadratını a-ya vuranda olur a x-in kvadratı. İşarə də fikir verir ki, müsbət a-ya vururuq. Sonra gəldik mənfi 2x-ə baxaq. Mənfi 2x-i x-a vuranda olur mənfi 2x-in kvadratı, yenə kvadrat yarandı. Artıq bundan sonra 2x a-ya vuranda 2ax edir. Baxın 2ax. Burada x-in kvadratı görürsünüz yoxdur. Sonra 5-i vuracam. 5-i x-a vursam 5x. 5-i a-ya vursam 5a. Bunların artıq heç birində kvadrat yoxdur. Yəni sizə hansı deməli qüvvəti istəyirsə, o qüvvət yarananları seçib yazırsınız. X kvadratları dediyinə görə x kvadratı yarananları yazdım. İndi buradan x kvadratını mötərizə xaricdən çıxardıram. Mötərizə içində qalır a çıx 2. Baxın göstərirəm. X kvadratlarını çıxardandan sonra a qaldı, bir də 2 qaldı. A çıx 2. Bu a çıx 2 həmin x kvadratın əmsalı sayılır. Yəni bunu əslində biz elə bir əmsalı qabaqda görmüş oluruq. Yəni bunların yerini dəyişə bilərik. Çünki vurğuların yerini dəyişəndə hasil dəyişmir. Yəni əsas odur ki, vurma var. Qarşısında duran əmsal sayılır. Və deyir ki, əmsalı 0 olar. Yəni həmin bu mötərizəni biz 0-a bərabərləşdirməliyik. A çıx 2-yə bərabərdir 0, a da bərabərdir 2. Demək, a-nın 2. Sual belədir ki, a-nın hansı qiymətində? Parametr elə hərf deməkdir, ya da dəyişən deməkdir. Sadəcə riyazi dildə a dəyişənini də deyə bilər, a parametrini də deyə bilər.
Belə, A-mız 2-dir. Cavab oldu Y variantı. İndi gəlin 5-ciyə baxaq. 5-cidə isə maraqlıdır. X kubunun deyir əmsalı. Məsələn, bu səfər x kubu gəlmənləri saxlayacağım. Birinci x kubunu x-a vursam, x üstü 4 edər. Bu bizə lazım deyil. Çünki vuranda üstlər toplanılır. X kubunu mənfi a-ya vuranda olur mənfi a x-in kubu. Bir kubumuz burada yarandı. Sonra 2x kvadratını x-a vuranda mənfi 2x kvadratdır. Olur mənfi 2x-in kubu. Bundan sonra nə vursa dərəcə get-gedə azalacaq. Baxın, 2x kvadratını a-ya vursa 2ax kvadrat olacaq. 5x x-a vursaz 5x kvadrat olacaq. 5x a-ya vursaz mənfi 5ax olacaq. Yəni artıq burada kub yaranmayacaq. Kub yarananlar lazımdır. Çünki mənə şərtdə verib ki, x kubunun əmsalı 0 olsun. Yenə buradan x kubunu mötərizə xaricinə çıxardırıq. Qalır içəridə mənfi a çıx 2. Əmsalımızı da 0-a bərabərləşdirək. Onda mənfi a çıx 2 bərabərdir 0. Mənfi a-nı sağa atsaq, olar müsbət a bərabərdir. Mənfi 2-də qalar yerində. A-mız mənfi 2-dir. Cavab olur C variantı. 6-cı sual. Bu ifadəni sadələşdirin. Sadələşdirin deyirsə, vurub açıb, axırda islah olunan hədləri islah edəcəm. Nəticədə nə qalsa o cavabı götürməliyik. 5-i vururuq, 5x-i içəri vurub açsaq, 5x-in kvadratı, yəni 5x-i birinci x-a vururuq, sonra 5x y-a vururuq və 5x z-a vururuq. Bir-bir vuraq. 5x kvadrat üstə gəl 5x y, üstə gəl 5x z. Çıxılsın. Burada çıx olanda ehtiyatlı olun. Yəni özünüzü nəzərə alın ki, mötərizə qabağında mənfi varsa, mötərizəni vurub açanda içəridəki bütün işarələri dəyişəcəm. Yəni 5y x-a vuranda olur 5xy. Çıx idisə olacaq üstə gəl. Niyə görə işarə dəyişir? Çünki mənfini mənfiyə vuranda işarə müsbətləşir. Olur üstə gəlmişsin 5y kvadratı və bir də 5y vurmalıyam mənfi z-ə. Yenə də üstə gəl işarə dəyişilir. 5y z. Davam edirik. Minus. Yenə də minus olduğuna görə içəridəki işarələr minus və plusa çevriləcək. Nə olacaq? 5xz. Baxın z-x-ə vururam. Əslində 5zx-də yazmaq olar. Amma vurandan sonra əlifba sırasını yazmaq daha məsləhət. 5xz. Minus 5yz plus 5z-in kvadratı. Baxaq. Nələr islah olunacaq burada? 5xy müsbət və mənfi halda var. Bunlar sıfırlanır. Yəni, eyni ədədin müsbət və mənfisini toplasaq, bilirik ki, qaydaya görə əks ədədlərin cəmi 0 verir. Sonra 5xz-in müsbəti ilə mənfisini atarıq. Və bir də 5yz-in müsbəti ilə mənfisini atsaq, yerdə qalacaq 5x kvadratı plus 5y kvadratı plus 5z-in kvadratı. Baxın, 5x kvadrat, 5y kvadrat, 5z kvadrat. Burada da 5-i çıxartacaq mötərizə xaricinə, ortaqlıq olaraq. X kvadratı üstə gəl, y kvadratı üstə gəl, z-in kvadratı olar. Cavabımız olacaq A variantı. Keçir 7-ci suala, yəni ifadəni sadələşdirin. İfadəni sadələşdirin, vurub açıb, mötərizə xaricinə çıxarırıq. Bunu özünüz işləyək, oxşardır. 8-ci suala baxaq. Bəzi çətinləri mən oxşarlarında işləyirəm, amma asanları siz özünüz işləyə bilərsiniz. Bu çox hədli ilə bu bir hədlin dərəcələrinin hasilini tapın. Dərəcələrini tapmalıyıq. Birinci standart şəklə gətiririk. Bunu sadələşdirək. 4b üstü 4, üstə gəl 4a üstü 4. Burada uşaqlar, baxın 2 dənə mənfi var. Mənfini mənfiyə vurub müsbət yazmağa tələsməyin. Birinci baxın ki, mənfi mötərizənin, mənfi var, mötərizənin üstünə kvadrat var. Bu kvadrat mənfini müsbətə çevirəcək. Çünki cüt ədəddir. Bundan sonra müsbəti çöldəki mənfiyə vuranda işarəmiz elə mənfi qalır. İndi yüksəldirik. 2-nin kvadratı 4. Üstlər də vurulur, olur b-nin üstü 2-ni 2-yə vursaq 4. Və minus ab-nin kvadratı.
Buradan görünür ki 4b üstü 4'lər gedir. Nəticədə qalır 4a üstü 4 minus ab-nin kvadratı. Dərəcəni istəyir bizdən. Çoxhədlin dərəcəsinə görə qayda belə olur ki, əvvəlcə ayrı-ayrı hədlərin dərəcəsini tapırıq və çox olanı götürürük. Burada a üstü 4'dür, dərəcəm 4 olur. Bu ab kvadratı o deməkdir ki, burada 1a var, 2b var. Bunları toplasaq 1 üstə gəl 2 bərabər 3 edər. 4 böyükdür, yoxsa 3? Əlbəttə ki, 4 böyükdür. Çoxhədlinin dərəcəsi çox olandır. Ona görə biz burada 4'ü götürürük. Bunun dərəcəsi 4 olur. Keçirik indi digərinə. Belə bir misal verilir. Mənfi 2a-nın kvadratı, üstündə kubu, üstündə bir dənə kub. Burada nəyə fikir veririk? Mənfi olandan sonra mənfi mötərizənin üstündə kub, bir də üstündə kub. Üstləri vursaq 3-3 vuranda 9 eləyər. 9 təkədəd olduğuna görə mənfini olduğu kimi saxlayırıq. Və 2 üstü 9'a yüksəldirik. Vur. A üstü. Burada 2 var idi. 2'ni 9'a vuranda, yəni 2'ni 3'ə vurub, sonra 3'ə də vura bilərsiniz. 2'ni 9'a vuranda 18 alınır. Və buradan da görünür ki, qüvvət dəyişənin üzərindəkidir. 18'dir. Və sual belədir ki, bu dərəcələrin hasilini tapın. 4'ü 18'ə vurmalıyıq. 4'ü də 18'ə vuranda 72. A variantı. İstəyirəm bunu 9'un izah edeyim. Yenə də başa düşməyimiz üçün. Bax, burada yenə baxırıq. Mənfidir. Üstündə 3 var. Yəni kub var. Bu mənfi qalacaq. Çöldə müsbət işarə var. Ona görə işarəni dəyişmir. Mənfi b üstü 6. Bu b üstü 6'lar gedəcək. Qalacaq əlimizdə 3 vur a üstü 5 çıx 2 a üstü 4 b-nin kvadratı. Birincidə baxırıq ki, dərəcəmiz 5'dir. İkincidə isə 4 var, 2 var. Arada vurma işarəsi varsa üstlər toplanılır, olur 6. 5 böyükdür, yoxsa 6? Əlbəttə ki, 6. Uşaqlar bəzən deyir ki, mən çaşıbların hamısını toplayıram. 5 üstə gəl, 4 üstə gəl, 2. Yadınızda qalsın, toplama və çıxmaya qədər hesablanmaz. Məsələn, a üstü 5'i yazdım, çıxma gəldisə, vəssalam, bu burada tək qalır. Keçir digərinə. A üstü 4 ilə b-nin arasında isə vurma var. Vurma olanda üstlərini toplayırsınız. Arada çıxma toplama varsa, o stop demək. Yəni, sən artıq bir digər həddə qata bilmərsən. Dərəcəmiz 6 oldu. İndi o biri mötərizəyə baxaq. Ümid dərəcə deyəndə bunu tam işləməyə ehtiyac yoxdur. Elə yalnız dəyişənə baxırıq. Üstlərini vururuq. 2'ni 2'yə vururuq. Sonra da 3'ə vururuq. A üstü 2 vur, 2 vur, 3. A üstü 12'dir. Demək, yuxarıda 6 idi, burada 12 idi. Dərəcələrin hasilini tapın deyir. 6'nı 12'yə vursaq, 72. 10-cu sual. 10-cu sualda deyir, B parametrin hansı qiymətində bu çoxhədlinin dərəcəsi 3 olar? Biz dedik ki, çoxhədlinin dərəcəsi ən çox olanıdır. Yəni, burada ən çoxu 3 olmalıdır. Amma burada baxırıq ki, biz 4 də var, görürsünüz. Demək ki, 3 qalması üçün 4'ün yox olması lazımdır. Yəni, 3'ün belə deyək ki, çox görsənməsi üçün 3'dən böyük olmalı deyil. Ona görə biz 4'ü oradan yox etməliyik. Riyaziyyatda da yox etmək nədir? Yəni, sıfırlamaq. Sıfırlamaq üçün baxırıq ki, birinci x üstü 4'ün qabağında əmsal neçədir? 3'dür. Mötərizənin qabağında müsbət 3'dür. Bu müsbət 3'dürsə, onda bizim bu b-miz gərək ki, onun əksi ola ki, sıfırlansınlar. B-miz gərək mənfi 3 olar ki, bunlar islah olunsunlar və nəticə olaraq ən böyük qüvvətimiz 3 kimi qalsın. Cavabımız olur A variantı. 11-ci sualda da yenə baxırıq ki, çoxhədlinin dərəcəsi 3 olsun deyir. Yenə 4'ü yox eləməliyik. Ona görə 4 olanlara baxırıq. Burada x-in üstü 4'ün qabağında əmsal 2'dir. Deməli, digəri mənfi 2 olmalıdır. Amma diqqətlə baxsa görərik ki, artıq bunun mənfi işarəsi var. Sadəcə nəyə çatışmır? İkisi çatışmır. Ki, açan kimi mötərizənin mənfi 2 olacaq. Burada da 2 var idi. İslah olunacaq və nəticə olaraq qüvvət 3 qalacaq. Ona görə bizim bu dəqiqə B-miz müsbət 2 olmalıdır. Çünki mənfini artıq o özü verib.
12-ci sualda cövhərinin standart şəkildə yazılışındakı əmsalların hasilini tap. Deməli, biz nə iş görməliyik? Əvvəla birinci mötərizə ilə işimiz olmur. Bunu rahat şəkildə aça bilirik. Sadəcə ikinci mötərizəni açanda qabaqdakı mənfi işarələrə təsiri olur müsbət, bu da olur müsbət. Yəni mənfilər müsbət olacaq, müsbətlər mənfi. İndi baxaq. 2x kubu qabağında minus var. 3x'in kubu. 2x kubundan 3x'in kubunu çıxanda olur mənfi x'in kubu. Sonra kvadratlara baxaq. Mənfi 4x'in kvadratı burada artıq müsbət olmuşdur. Müsbət 8x'in kvadratı. Bir mənfi, bir müsbət olanda, işarələr müxtəlif olanda böyükdən kiçik çıxır, böyüyün işarəsini yazır. Yəni 8x kvadratından 4'ün çıxanda plus 4x'in kvadratı. İndi x'lərə baxaq. Bu müsbət 6x'dir. Bu da müsbət 2x'dir. İşarələr eyni olduğuna görə toplanılır, olur 8x. Və bir dənə də mənfi birimiz var. Bax belə. İndi bu standart şəklə gətirmişik. Yəni oxşar hədlərini səpələnmiş vəziyyətdə qalmayıb. Bunun əmsallarının hasilini tapmalıyıq. Birincinin əmsalı qabaqda durmaq ədədə baxırıq. Heç nə yoxsa bu mənfi 1 deməkdir. Bu müsbət 4'dür. Bu müsbət 8'dir. Sərbəst hədd özü də uşaqlar əmsal sayılır. Bu da mənfi 1'dir. İndi bunları vuraq. Bunları vursaq, mənfi ədəd 2 olduğuna görə işarəmiz müsbət olacaq. 1'i 1'ə vursaq, heç nə dəyişmir. Sadəcə 4'ü 8'ə vururuq. 32. Cavabımız olacaq müsbət 32. 13-cü sualda eynisidir. Cavablar biraz böyük olduğuna görə yenə kömək edək. Qabaqda mənfi işarə var deyə mötərizəni qıranda, yəni açanda işarələr dəyişəcək. Bu olacaq mənfi, mənfilər olacaq müsbət. İndi baxırıq 3x kubu ilə 2x kubunun qabağında çıxma var deyə 3x kubundan 2x kubunu çıxanda bu neçənci sualda? 12-ci sual idi. Burada 9 olmuşam. Niyə belə olub? 9 10-11 işvahi elədiyimizə görə 12, indi 13 düz. Demək 3x kubundan çıxıram 2x kubunu, bir dənə x kubu yarandı. Mənfi 4x kvadratı ilə mənfi 6x kvadratı. İkisinin işarəsi mənfi olduğuna görə mənfi işarə yazılır, özləri toplanılır, olur 10x'in kvadratı. Müsbət 7x, müsbət 2x, olur müsbət 9x və bir də müsbət 12'miz var. Müsbət 12. Bərabər ehtiyac yoxdur. Daha doğrusu standart şəkildə yazılışında əmsalların hasilini tapın bir yenə də. Burada əmsalımız 1, burada mənfi 10, müsbət 9, müsbət 12. Bunları vurmalıyıq. Bir dənə işarəmiz mənfi olduğuna görə işarə olacaq mənfi. Ümumiyyətlə vurmada mənfi ədədlərin işarələri, daha doğrusu mənfi işarələr tək sayda olarsa işarə mənfi qalır, cüt sayda olarsa müsbət qalır. Burada bir dənə mənfi olduğuna görə mənfi yazılır. Demək 9'u 12'yə vursaq 108, ona da vursaq 1080 edir. Mənfi 1080. D variantı. 14-cü sual. 14-cü sual bayaqki sual, yəni suala oxşardır. Sadəcə orada təkcə x kvadratı və ya təkcə x kubunu istəyirdi əmsalını. Burada isə hər ikisini əmsalını 0 olaraq verir və bizdən həm A-nı, həm də B-ni soruşur. Demək, biz şifahi vurub açacağıq. X kubu olanları 1 yığmalıyıq, x kvadrat olanları 1 yığmalıyıq, digərlərini isə ümumiyyətlə istifadə etməyəcək. Birinci x kubunu x kvadratına vursaq, olur x üstü 5. Bu bizə lazım deyil. X kubunu mənfi B-yə vuranda olur mənfi B x'in kubu. Sonra ax kvadratını x kvadratına vursam, olur ax'ın üstü 4. Bizə lazım deyil. Çünki x üstü 4 yaranır. Ax kvadratını mənfi B-yə vuranda olur mənfi B x'in, daha doğrusu mənfi A, B, x'in kvadratı. Sonra 2x'i x'in kvadratına vuranda
olur 2x'in kubu. Kub olduğuna göre yuxarı yazdım. 2x'i mənfi b'yə vuranda mənfi 2bx eləyir. Yenə nə kvadrat, nə kub yaranır. 1'i x'in kvadratına vuranda müsbət x'in kvadratı yaranır. Kvadrat olan yeri yazırıq. Və 1'i də b'yə vuranda mənfi b bizə lazım deyil. İndi buradan x kubunu çıxardırıq mötərizə xaricinə. Qalır mənfi b üstə gəlinsin 2. Buradan isə x'in kvadratını çıxardırıq. Qalır mənfi ab üstə gəlinsin 1. Və x kubu və x kvadratının əmsalları 0 olar. Yəni bu qabağında duran əmsal sayılır. Bunu da 0'a bərabərləşdirməliyik. Aşağıdakı kvadratın əmsalını 0 eləməliyik. Demək, mənfi b üstə gəl 2'ni biz 0'a bərabərləsə, mənfi b sağa keçsə olur müsbət b. 2 də yerində qalır. B'miz 2'dir. İndi burada mənfi a, b'nin yerinə bir dəfəli 2 yazarıq. Mənfi a vur 2, üstə gəl 1, bərabər 0. Mənfi 2'ni sağa atsaq olur müsbət 2a bərabərdir 1, a da bərabərdir 1'i 2'yə bölərik. Həmişə yadınızda qalsın, dəyişənin yanındakına bölünür. 1'i 2'yə, çaşıb 2'ni 1'ə bölməyəcək var. A'mız 2'də 1'dir, b'miz də 2'dir. 2'də 1 də 0.5 deməkdir. A 0.5, b'si 2 olan cavabımız D variantındadır. 15-ci suala baxaq. Bunlar çox düşür buraxışlara. Ona görə bunlara təkrar deyirik. İndi isə x4 və x'in kubu lazımdır. Yenə bir vurub atsaq. 2x kubunu ax-a vuranda, əsas x-lara fikir verin ki, x 3 dənə idi, burada isə 1 dənədir, olur x4. Demək ki, bunu seçirəm. 2a, demək x üstü 4. Sonra 2x kubunu mənfi 6'ya vuranda kub lazımdır deyə bunu yazırıq aşağıda ayrıca. Mənfi 12, 2'ni 6'ya vuranda 12 elədiyinə görə x'in kubu. İşarə ilə fikir verin ki, qabağında mənfi varsa mənfi yazılmalıdır. Sonra bx kvadratını ax-a vuranda x'in kubu yaranır. Mənə lazımdır. Olur üstə gəlinsin a, b, x'in kubu. Bx kvadratını 6'ya vuranda mənfi 6bx kvadratı alınır. Kvadrat ehtiyacım yoxdur. 2x ax-a vuranda yenə 2ax-in kvadratı alınır. Kvadrata ehtiyacımız yoxdur. 2x 6'ya vuranda mənfi 12x. 1ax-a ax, 1'i 6'ya mənfi 6. Məsələn, bu qədər. Demək, biz bunların hər birini əmsalını 0'a bərabərləməliyik. Çünki əmsalları 1 olardı. Yaxşı ki, baxdı. Bunların əmsalları 1 olar. Burada x üstü 4, yəni 1 hədli olduğuna görə elə bunun əmsalı qarşısında duran 2a'dır. Yəni 2a'mız 1'dir. Onda a da bərabərdir 1 böl 2. Yəni 0.5. Buradan tapdıq. İndi gəlirik burada x kubunu birinci mötərizə xaricdən çıxardaq. Qalır burada mənfi 12 üstə gəl ab. Bunu da 1'ə bərabərləşdirməliyik. Olur onda mənfi 12 üstə gəl a'nın yerinə 0.5 b bərabərdir 1. A'nın yerinə 0.5 yazılır. Onda olur 0.5 b bərabərdir 1. Mənfi 12'ni sağa atırıq. Mənfi də oldu müsbət 12. Toplanıldı oldu 13. Və b'ni tapmaq üçün 13'ü 0.5'ə bölürük. Necə bölürük? Onu izah edək. 0.5'ə bölmək üçün onluq kəsər bölməndə öyrənək. Demək uşaqlar, vergülə də böləndə vergül atılır və vergülün yanında neçə ədəd var? Vergüldən sonra bir rəqəm. Həmin rəqəmlərin sayı qədər qarşı tərəfə 0 əlavə olunur. Yəni biz 130'u 5'ə bölürük. Bu da eləyir 26. Demək, a'sı 0.5, b'si 26 olan cavab A variantında. 16-cı sual. İfadələrdən hansı çox hədlidir uşaqlar? Çox hədli olması üçün çox hədli qaydası belədir ki, çox hədli bir hədlilərin cəbri cəminə deyilir. Yəni onun içində olan ifadələr də bir hədlinin xassələrini daşımalıdır. Bir hədlinin xassəsi odur ki, əmsal olmalıdır, dəyişən və dəyişənin vurulması. Yəni dəyişənlər arasında, əmsal arasında hasil olmalıdır, bölmək olmaz və natural qüvvət olmalıdır. Yəni qüvvət kəsir, mənfi, onluq kəsir,
köklü ifadə ola bilməz. Ümumiyyətlə ifadə özü də kökün içində və yaxud da yəni dəyişənlər kökün içində ya da modulun içində ola bilməz. Bunu yadda saxlayın ki, nələr olmazsa deməli olanı götürəcəm. Məsələn, birincidə çoxhədli deyil. Niyə? A kubuna böldüyünə görə. Problem buradadır. İkincidə ola bilir. Çünki aşağıda ədəddir. Dəyişən yoxdur. Yəni bölünmək olar, kəsr ola bilər, amma aşağısı ədəd olsun. İkincini götürürük və baxırıq ki, yuxarıdakıların qüvvətləri naturaldır. 2-dir, 1-dir, 2-dir, 1, 1 naturaldır. İkinci olar. Üçüncü də olar, çünki əmsallar, yəni kəsri məxrəci sadəcə ədədlərdən ibarətdir. Dəyişənlərin üstü naturaldır. Bu da olar. Dördüncü olmaz. Niyə? Çünki dəyişən məxrəcdədir. Yəni dedik ki, dəyişənə bölmək olmaz. Beşinci də olar. Çünki adı bir hədlərin cəbri cəmidir. Kəsr ümumiyyətlə yoxdur. Ki, deyək ki, məxrəcinə baxaq. Qüvvətlər də naturaldır. Demək, bizdə hansı olacaq? 2-dir, 3-dür, 5-dir. 2, 3, 5. Cavab A variantı. 17-ci sual. M1 hədlinin dərəcəsi 19-dur. Çalışın belə x-nə yazın. X-də 19 deməkdir. M2 hədlisinin dərəcəsi isə 5-dir. X-də 5-dir. M1 çıx M2. Yəni x-19-dan x-5-i çıxanda bu çox hədlinin dərəcəsini tapın. Dedik ki, çox hədlinin dərəcəsi istəyir toplama olsun, istəyir çıxma olsun, fərq eləmir. Üstü çox olanı götürürük inşallah. Cavabımız olacaq 19. 18-ci sual. Yenə də artıq bildik ki, biri 13-dür, biri 8 isə toplama olacaqsa, əlbəttə ki, böyük olanı götürəcəm. Yəni də göstərək, x-8 və x-13 toplasaq. Əlbəttə ki, cavabımız olacaq 13. 19-cu sual. M çox hədlisinin dərəcəsi 7-dir. İstəyirsiniz, belə yazaq. X-dir 7. M çox hədlisinin dərəcəsi 9-dur. İndi bizə deyir, M çıx N. M-in yerinə x-dir 7 yazırıq. N-in yerinə x-dir 9 yazırıq. Üstünə kvadrat. Vur M. Yenə x-dir 7-yə. Birinci toplama çıxma olan hissədə dedik ki, çıxma olan yerdə, toplama olan yerdə çoxlarını götürürük. Hansını götürürük? 9-u. Və bunu götürmüşüksə, artıq bunu atırıq. Bununla işləyirik. 9-u 2-yə vuranda x üstü 18 vurulsun. Yanında da x üstü 7 var. Burada isə vurma var. Baxın uşaqlar, diqqətli olun. Burada çaşır çox uşaqlar. Vurma varsa mütləq üstlərini toplamalısınız. Yəni 18 ilə 7-ni toplasaq, x üstü 25 edir. Da durub burada 18 ilə 7-dən çox olan 18-i seçməyin. Nə vaxt seçirik? Çox olanın olması üçün. Arada toplama və ya çıxma işarəsi olarsa. Yox, əgər arada vurma işarəsidirsə, əlbəttə ki, üstləri toplamalısınız. Bölmə olsaydı, əlbəttə ki, çıxardınız. İndi mən bu hissəni sileyim. Demək, oldu. Burada nə idi? X üstü 18 idi. Bir də x üstü 7 idi. Keçirik. Demək, cavab burada oldu 25. 20-ci sualda eyni bunun kimidir. Demək, burada 20-ci sualda isə P-nin dərəcəsi 4-dür. Dəfəli yazaq. X-dir 4. Q-nin dərəcəsi 10-dur. X-dir 10. Mörtəziyə aldıq. Başında kvadrat yazılır. Bir də vur Q yazılır. Yenə Q-nin yerinə X-dir 10 yazılır. İndi burada yenə çıxma olan yerdə çox olanı götürürük. X-dir 10'u götürürük. X-dir 10'u kvadrata yüksəldəndə X üstü 20. Üstlər vurulur. Vur yanında X-dir 10 da var. Vuranda üstlər toplandığına görə x üstü 30. Cavabımız olacaq 30. Bu bərabərlikdən AB hasilini tapın deyir. Əvvəla bu bərabərliyi vurub açmalıyıq. Vurub açsaq 21-ci sualda. AB çıx 4A üstə gəl AB çıx 4B bərabərdir. Burada yenə AB çıx 4A çıx 4B üstə gəl 16.
Sağda və solda eyni olan eyni işarəli ifadələr ata bilərik. -4A ilə -4A, -4B ilə -4B gedər. Sonra AB-lərdən də birini apara bilərik. Solda qaldı AB, sağda qaldı 16. Bizdən elə AB hasilini soruşurdu. Cavabımız oldu 16. 22-ni özünüz işləyirsiniz. Eynisidir. Açanda görünəcək. 23-ü izah edeyim. 24-ü özünüz eləyərsiniz. Çünki asandır. Demək, M1-in və M2-nin dərəcələri uyğun olaraq 2 və 5-dir. Yəni, M1-in yerinə x üstü 2 yazmalıyıq. Uyğun olaraq M2-nin də yerinə x üstü 5. X üstü 2, üstə gəl, x üstü 5. Mötərizənin üstünə 6 var. Bayaq dedik ki, toplama çıxma zamanı üstü böyük olanı seçirik. X üstü 5-i seçdik. Üstünə də 6 var. Olur x üstü 30. Dərəcəmiz olur 30. 25-ci sual. Çoxədlin dərəcəsi 90-a bərabər olarsa, eni tapın. 90-a bərabərdirsə, demək içəridəki ifadələrdən baxırıq ki, hansı daha çox böyüyə bilər? Əlbəttə ki, vurma olan. Ona görə yazırıq ki, 3n, yəni qüvvət olaraq çox olan 3n-i götürürük. 3n-i də vurmalıyıq 5-ə. 3n-i 5-ə vuranda dərəcəmiz 90 alınmalıdır. Onda 15 enimiz 90-dırsa, n də bərabərdir 6. Bizdən də eni soruşur. 26-cı sualda da dərəcəsi 44-dür. Yenə burada baxırıq ki, hansı daha çox böyüyər. 3n çıx 10-u seçirik. 3n çıx 10-u 4-ə bölürük. Yəni, vurma olan daha çox böyüyür deyə. Dərəcə orada üstünə baxın ki, n-in hansı səbəbdə hasil olsun. Yəni, orada 26-da misalını göstərim. Yazacaqsınız 4 vurulsun 3n çıx 10 bərabərdir 44-ə. İndi burada 44-ü 4-ə bölsək. Demək, 3n çıx 10 bərabərdir. 44-ü 4-ə bölürük. 11. 3n bərabərdir. Mənfi 10-u sağa atsaq. 11 üstə gəl. 10. 21. N də bərabərdir. 21-i 3-ə bölürük. Çünki 3n. N-in 3 qatı 21 idi. O da idi 27. 27-ci sual. Dərəcəsi ilə sərbəst həddinin cəmini tap. Diqqətli oluruq. Dərəcə deyəndə uşaqlar ancaq dəyişənlərin üstünə baxırıq. Birinci mötərizə ən böyük olan 7-dir. 7-ni vururuq 12-yə. Yəni, olur bizdə belə bir ifadə. X üstü 7-ni 12-yə vurduq 98. Sonra arada vurma var. Vur. X-in üstündə. Burada X-in kvadratı üstündə də 3 var. 2-ni 3-ə vurduq 6. Vuranda üstlər toplanılır, olur 104. Dərəcəmiz 104. İndi sərbəst hədd lazım. Sərbəst hədd deyəndə dəyişənsiz olan hissələrə baxırıq. -1-ə, bir də 2-yə. -1-in üstündə 12 vurulsun. 2-nin üstündə 3. Və ona mənfi müsbət olmalı fikir verirsiniz ki, -1-dir, amma müsbət 2-dir. -1-in üstündə 12. 12 cüt ədəd olduğuna görə mənfini müsbətləşdirir. 1-in üstünə 12-də 1 verir. 2-nin kubu da 8. 1 vur 8, cavabımız olacaq 8. 28 də eynisidir. Demək, dərəcə deyəndə x üstü 6 çox olanı seçirik. Üstündə 13 var. Vur. Çünki də vurma var. Burada x kvadratını seçib 3-ə vuracaq. Oldu x üstü 78 vur x üstü 6 bərabər x üstü 84-ə. Üstlər toplanır. Dərəcəmiz 84-dür. İndi sərbəst həddə baxaq. -1 var idi. -1 və 3. -1-i 13-ə yüksəldirik. 3-ü də 3-ə. -1 üstündə 13 vur 3 üstündə 3. Demək, -1 isə 13 isə daha doğrusu tək ədəd olduğuna görə mənfi qalır. Olur -1. 3-ün kubu da 27. Cavabımız olur -27. 29-da. Bu çox ədədləri bərabər olarsa, bu ABMK cəmini tapmalıyıq.
Çox hədlərin bərabər olmağı odur ki, uşaqlar, oxşar hədlərin əmsalları eyni olmalıdır. İndi onu izah edək ki, oxşar hədd bəs nə deməkdir? Tutaq ki, biz bunu yazdıq sol tərəfə 2k x-in kvadratı üstəgəl mx üstəgəl 3b çıx 18 bərabər. Sağ tərəfə vurub açanda 2a-nın x kubuna. Elə burada baxın görün, heç açmağa ehtiyac yoxdur. 2a çıx 6-nın x-in kubu üstəgəl 6x-in kvadratı. Demək, bərabər olması o deməkdir ki, burada x kvadratının qabağında 2 qalır. Solda isə, demək, solda 2k durub, sağda isə x kvadratın qabağında 6 durub. Yəni, oxşar hədd odur ki, burada da x kvadratdır, burada da x kvadratdır. Üstündə 2 var, yəni x-in üstündə. Onda bunların əmsalları da gərək eyni olan. Çünki özü deyib ki, bu çox hədlər bərabərdir. Yəni, 2k-nı 6-ya bərabərləşdirib, k-nı buradan 3 tapırıq. Sonra gəlirik mx-ə. Solda x ifadəsi var, amma sağda x-ə aid bir şey yoxdur. Ona görə o deməkdir ki, m-imiz 0-dır. Sonra 3b çıx 18-in yanında ümumiyyətlə x yoxdur. Bu o demək ki, bu sərbəst həddir. Sağda isə ümumiyyətlə sərbəst hədd yoxdur. Yəni x-siz ifadə yoxdur. Ona görə 3b çıx 18-lər 0-a bərabərləşdirir. Eynisi olmayanda sıfırlaşdırılır. 3b də bərabərdir 18, b də bərabərdir 6. Və gəldi x kubuna. Solda x kubuna aid bir ifadə yoxdur, amma sağda x kubu olan ifadəmiz var. Bunun da əmsalı 2a çıx 6-dır. Solda da x kubu olmadığına görə bunu da 0-a bərabərləşdiririk. 2a bərabərdir 6, a da bərabərdir 3. Və axırda bunların cəmini soruşur. 3, üstəgəl 0, üstəgəl 6, üstəgəl 3. Cavabımız oldu 12. Eyni ilə 30-u özünüz işləyəcəksiniz. 31-də çox hədlinin dərəcəsi ən kiçik olar. K-nın hansı qiymətində? Çox hədlinin dərəcəsindən danışırsa, biz əvvələ baxırıq bu kəsr hissəyə ki, uşaqlar. Elə bir k-ya qiymət verməliyik ki, burada ədəd kəsr yox, sonda natural alınsın. Natural alınması üçün k-ya 24-ün bölünə biləcəyi ədədlər. Yəni 24-ün bölənlərini yazmalıyıq. 1, 2, 3, 4, sonra 24 nəyə bölünür? 6, 8, 12 və 24. Bu ədədlərə bölünür. Bunları götürə bilərik. Amma seçim eləyəcəm. Çünki digər hədlərin də üstü gələk ödənsin. Məsələn, birinci k-2-yə baxsaq. k-2-də 1 qoya bilməliyik. Çünki 1 qoysaq üstü mənfi olar. 1 atırıq. 7 çıx k olan yerdə də demək 8 qoya bilməliyik. Çünki 7-dən 8 çıxanda mənfi alır. 12 qoya bilməliyik, 24 qoya bilməliyik. Demək, ancaq qoya bilərik 2, 3, 4, 6. 2 qoyanda nə olur? A üstü 12 olur, çıx 5 üstü 0 olur, üstəgəl S üstü 5 olur. Burada dərəcə 12 olur. 3-ü qoyanda A üstü 8 olur, B üstü 1 olur, S üstü 4 olur. Burada dərəcəmiz 8 olur. 4 qoyanda A üstü 6, B üstü 2, S üstü 3 olur. Burada dərəcə ən çox 6 olur. Və 6 qoyanda A üstü 4, B üstü 4, S üstü deməli 1 qalır. Burada dərəcəm demək ki 4 olur. Və bizə deyir ki, k-nın hansı qiymət? Dərəcə ən kiçik olaraq. Dərəcə ən kiçik gördük ki 4 alınan yerdədir. Bu da k-nın 6 qiymətində baş verir. K-nın bir hansı qiymətində? 6 qiymətində. Cavabımız olacaq 6. 32-ni özünüz işləyəcəksiniz. K 36-nın bölənləri olmalıdır və bu üstə qoyanda mənfi olanları atacaqsınız. Mənfi olanları atandan sonra yerinə qoyub mən qoyduğum kimi yoxlayacaqsınız. 33-cü sualda A-nın hansı qiymətinin ifadənin dərəcəsi 5 olan çox hədli olar? Dərəcəmiz 5 olmalı. Yenə də A-1 8-in birinci bölənləri olmalıdır. A-1 33-cü sualda ola bilər 1 olsun, 2 olsun, 4 və 8 olsun.
1 qoysaq, burada onda çıxır ki, A-mız nə olacaq? Bu 1-i sağa atsaq, 1 üstəki hər dəfə üstünə 1 gələcək. Sağa keçdiyinə görə. Olacaq 2 ola bilər, 3 ola bilər, 5 ola bilər, 9 ola bilər. İndi biz A-ya 2 qoysaq, 2 qoysaq. Tutaq ki, birinci A-ya 2 qoyuruq. 2 qoyanda olacaq x üstü 8 bölünsün 2 çıx 1 çıx x üstü 2 çıx 4. Aslında burada A-ya 2 və 3 qoya bilmirik. Çünki buradan görürsünüz 2 çıx 4 mənfi verir. Bunları silək. Deməli 2-ni atırıq, 3-ü atırıq. Ya 5-dir, ya 9-dur. İndi birinci 5-i qoyaq. Olur x üstündə 8 bölünsün 5 çıx 1 çıx x-in üstündə 5 çıx 4. Bu da eləyir x üstü 5-dən 1 çıxanda 4. 8 4-ə bölsə 2 çıx x. Burada dərəcə 5 olmadı. Dərəcənin 5 olması lazımdır. Çox güman ki 9 olacaq. Çünki x-in üstündə 8 böl 9 çıx 1 yazıram. Bir də minus x-in üstündə 9 çıx 4 yazıram. Yəni qabağındakı əmsalları yazmasaq da olar. Çünki bizdən dərəcəni danışır, soruşur deyə əmsallara baxmadım 6-ya 7-yə. 9-dan 1 çıxanda 8-i 8-ə bölsək 1 minus burada 9-dan 4 çıxanda x üstü 5. Dərəcəm burada çox olan 5-dir. Deməli A-nın 9 qiymətində bu ödəniləcək. A gərək 9 olar. 34-də eyni. A çıx 1-ə deməli qiymətdə verəcək. Dərəcə 5 olmalıdır. Ümumiyyətlə əslində buradan görsəniz ki A çıx 6-nın 5 olması üçün A da gərək ki 11 olar. Həqiqətən də 11 olanda 11 çıx 1 10 verir, 10 da ona bölünür. Yəni belə ifadə tapmaq olar. 35-ci sualda çox ədədin dərəcələri bərabərdir. Dərəcələri bərabərdir. Ona görə dərəcə bərabər olduğuna görə biz çox olanları götürəcəyik və onları bərabərləşdirəcəyik. Burada artıq biz bilirik ki, n-i soruşursa, n-lə olanla işləməliyik. Bunda dərəcəsini tapanda 14 ilə n-i toplamalıyıq. Yazırıq ki, 14 üstə gəlinsin n bərabərdir 35-ci sualda. Buradakı dərəcə neçədir? Baxaq, 12-ni 6-ını toplasaq 18 edir. 9-dan 3 toplasaq 22 edir. Çox olanı götürdüyümüzə görə bunu bərabərləşdirir 22-yə. Onda n də bərabərdir. 22-dən 14 çıxanda qalar 8. Və 36-cı sualda işləyək. Burada yenə n-lə olanı götürəcəm. Çünki n-i soruşur. Üstlərini topladım. n üstəgə 6 bərabərdir. Burada da çox olan baxaq. 12-dən 3 toplasaq 15 verər. 8-dən 11 toplasaq 19. Çox olan 19-dur. 19-a bərabərləşdik. Demək, m də 13 imiş. Bu qədər uşaqlar. Növbəti videoda müxtəsər vurma düsturlarını keçəcəm. Müxtəsər vurma düsturlarını məsləhətdir ki, hansı mövzu keçməyimizdən asılı olmayaraq ara sıra təkrarlayın. Çünki bütün mövzularda müxtəsər vurma düsturlarından istifadə olunur. Sağ olun, salamat olun. Növbəti videoda görüşərik.